الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وطبيب نفوسنا أبي القاسم مصطفى محمد اللهم صل على محمد وآل محمد لا سيما على ابن عمه وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا لا سيما ابن عمه ووصيه وخليفته بلا فصل علي بن أبي طالب عليه السلام ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. قال الصادق عليه السلام إن أراد الله بعبد خزيا أجرى فضيحته على لسانه. صدق ابن Resulullah sallallahu aleyhi ve aleyh. Alimlərimiz, şəhidlərimiz, müstehidlərimiz, müəllimlərimiz, tərbiyəçilərimiz, valideynlərimiz, bivarislər, bədvarislər, övladları tərəfindən yad olunmayanlar və ya övladları olmayanlar, qeyrətli oğlanlar, həyalı xanımlar, vətənimizin şəhidləri, İmam Zaman Aleyhisselamın salamatlığı ilə birgə salavat zikr eləyir ruhlarına. Allahümmə salli alə Muhammed və ali Muhammed. Söhbətə başlamazdan əvvəl özümə borc bildiyim iki məsələni qeyd eləyəm. Fikri məsələni. Biri budur ki, bayaq da qardaşların bəzilərini ərz elədim, özümüzü əziyyətə salmayaq. Bizim məzhəbimizdə, bizim dinimizdə namaz qılan adamın qabağından bir nəfər keçsə məkruhdur, namaz batil olmaz. Adi vaxtda keçməmək yaxşıdır, ədəbdir ki, keçməyəsən namazların qarşısından. Amma bir neçə halda keçmək olar. Biri budur ki, namaz qılan möhrün o tərəfinə bir təsbih qoyub, ya nəsə qoyub. Onda məkruh deyil qabağından keçmək. Və ya zərurətdir, səhvlər sıxdı, yer yoxdur keçməyə. Lazım deyil, sıxılasan divara ki, mən bir təhər keçim, licbi arxadan keçim, bu qabağdan keçim. Belə şey ehtiyac yoxdur. Bunun bir neçə ziyanı var. Birincisi, cəmaət özünü əziyyətə salır ki, nəyin bahasını olur olsun, mən gələr arxadan keçəm, qabaqdan keçmək olmaz. İkincisi, bu insanlar Məşhədə gedəndə, Kərbəlaya gedəndə, ziyarətgahlara gedəndə, görəndə ki, cəmaət gəlib səhvlərin sırasından keçir, elə bilir namazın batildir. Batil deyil namaz. Bu bir məsələ. İkinci məsələ, cəmaət namazı ki başladı, imam təkbirətül ehramı dedi, Bismillahirrahmanirrahim, elhamdülillah, başladı namaza, bütün sıralarda duranların vəzifəsidir ki, mümkün qədər tez qoşulsun namaza. İmamın təkbirindən qabağa keçmək olmaz. İmam təkbir deyib qurtarsın, sonra qoşul. Amma da söhbət eləməkdir, saxlamaqdır, bunlar yaxşı deyil. Arxadakı gözləyir axı. Bəlkə elə arxadakı sıra, görür ki, qabaqdakı sıra hamısı həddi buluğa çatmamış uşaqlardır. Bir nəfər var, həddi buluğa çatmış. O da imam oxuyur, qulhu vallaha da çatıb. Axır, az qar qurtarsın, belə niyyət eləməyib. İmamın rüküsunda bu niyyət nədir? Arxadakı bədbəxt neynəsin? Hə, hazırlaşsa namaza, arxadakı görsə ki, bu hazırlaşır namazı, niyyət eləməyə, onu da iqtə eləyə bilər. Amma görür ki, bu dostu ilə danışır orada, söhbət edir. İqtə eləyə bilməz, bunu nəzər almaq lazımdır. Xüsusən ön sıralar. Bu iki məsələni istəyirdim qeyd eləyəm və söhbətimiz İmam Sadiq əleyhissalamdan bizim türk qardaşlarımız demişdi, çarpıcı hədis var, təsirli hədis var, həyati hədis var. Buyurur ki, İn əradəllahu bi'abdin xizyən, Allah bir bəndəni rüsvay eləmək istəsə, bir qulun abrını tökmək istəsə, onu bədnam eləmək istəsə, əcra fədihətəhu alə lisanih. Onun rüsvayçılığını onun dili ilə eləyər.
həmin bəndəni ki, Allah istəyir rüsva eləsin, onun öz dili ilə özünü rüsva eləyir. Bu çox böyük hədisdir və çox araşdırılması lazım olan hədisdir. Tətbiq olunması lazım olan hədisdir. Əvvəla Allah Taala insanın abrını niyə tökər? Niyə Allah insanı rüsva eləyər? Niyə? Bəzi günahlar var ki, insanın rüsvayçılığına səbəb olur. Çox çətin məsələdir bu məsələni izah eləmək, amma izah eləməmək də düzgün deyil. Məsələn, İmam Hüseyin əleyhissalamdan hədis var. Buyurur ki, kim bir qeyrət olsa, mütləq Allah onun nəslində bir nəfəri bir qeyrət eləyəcək. Kim başqasının namusuna pis gözlə baxsa, mütləq nöqtə. Bəzi günahlar rüsvayçılığa səbəbdir. Bəzən insan bir günahı o qədər eləyər, Allah Taala görər ki, bu vecə gəlmir, düzəlmir, haqq yola qayıtmır, onu vurar o günahla. Ki, ayılsın, təmbih olunsun. Ona görə Allah Taala bəzən tərbiyə eləmək üçün bəndəni, ya hər hansı bir məsləhətə əsasən bəndəni rüsva eləyər. Adətən bu rüsvayçılıq dillə baş verir. İmam Sadiq ağa buyurur, Allah Taala bir bəndəni rüsva eləmək istəsə, onu dili ilə rüsva eləyər. Necə dili ilə rüsva eləyər? Tarixdə də çoxdur belə hadisələr. İndi də çoxdur belə hadisələr. Əksər davadalaşların, bıçaqlaşmaların kökü bu dildir. Niyə vurdun onu? Atama söydü. Ya kiməsə söydü. Dil. Bəzi insanlar, xüsusən mollalar, ruhanilər dillərindən bəlaya düşərlər. Görürsən, ruhanidir. Mən bunu daha yaxşı duyaram da, çünki özüm bu vəziyyətdəyim. Bir söz soruşurlar, bilmirəm. Qalıram mətəl, nə deyim? Bu, bütün ümidim bağlayıb mənə. Desəm, bilmirəm, necə olacaq? Həm abrım gedər bir tərəfdən, deyər ki, biz buna ağa deyirik, molla deyirik, ruhan deyirik. Yəni, elementər risalə məsələsini bilmir. Desəm, bilirəm, İmam Sadiq əleyhissalam yenə buyurub ki, boynunuzu cəmaatın cəhənnəmə keçməsi üçün körpü eləməyin. Yəni, nə? Başqa yerdə buyurur ki, yırtıcı şirdən necə qaçırsız, qorxub qaçırsız, özünüzdən fətva verməkdən elə qaçın. Özünüzdən fətva verməyin. Dinin adına özünüz söz düzəldib deməyin. Hə, belə vəziyyətdə nə deyir? Deyir, yox, filan şey filan cürdür. Sabah o tərəf də gedir, öyrənir başqasından, deyir, filan cür deyilmiş. Az da olsa rüsvay oldu da bu. İnsanı Allah Taala rüsvay eləmək istəsə, dilindən rüsvay eləyər. Bu tək rüsvayçılıq barəsində deyil, başqa şeylər barəsində də var. Bəzən görürsən, bəzi qardaşlar var, çox əsəbləşirlər dini mübahisələrdə. Ağına bozuna baxmadan necə gəldi deyir. Heç bilmir ki, məsələn, mən bunu ki deyirəm, bu tərəf müqabilim inciyə bilər, mənim də imamıma söyə bilər, mənim də məzhəbim haqqında nəsə deyə bilər. Ürəyi bir dəfəlik mənim həm məzhəblərimdən sınar. Tək ürəyi soysun. Dedimi? Dedim. Heç sat deyəm mən. Hədisdə var ki, İmam Musa ibn Cəfər əleyhissalam, bunu mən müəllimdə eşitmişəm. Hişam ibn Həkəm vardı ya, İmam Sadiqin tələbəsi. Üsulü din dərslərində kim gələrdi İmam Sadiqdən söz soruşmağa, İmam buyurardı, gedin Hişamdan soruşun. O boyda böyük əqaid müəllimi idi. Hişam ibn Həkəm haqqında. Bilmirəm, amma indi böyük adamdır. İndi heç indiyə elə bilmərəm ki, əstəğfurullah, günahkardır falan da. Hər halda bu olan tarixi deyirəm. İmam Musa ibn Cəfər əleyhissalam Hişama xəbər göndərdi ki, Hişama deyin ki, mənim qətlimdə onun da əli var. Əcəb. Hişamın nə günahı var? Hişamın günahı buydu. Dedilər ki, Hişam, indi bu saat Əmir əl-Müminin desə filan şey filan cürdür, Harun ər-Rəşid desə filan şey filan cürdür, sən hansını qəbul edərsən? Hişam dedi ki, Əmir əl-Mümin belə söz deməz. Yəni İmam Musa əleyhissalam. Çox əsəbləşdirdilər, axır dedi ki, imam deyəni eləyərəm. Harun da, dalağı sancı da.
Deməli, mənim xilafətimdə elə adamlar var, məni əmirəl-möminin bilmir, onu əmirəl-möminin bilir. Təqiyyə eləmək lazımdır axı. Düz də adama ləzzət edir ki, kişi kimi düzün dedim. Məlum deyil, sənin düzünün nə qədər xeyri var, nə qədər ziyanı var. Bəzi yerlərdə, diqqət edin bu sözü, bəzi yerlərdə din yalan danışmağı vacib bilir, düz danışmağı haram hesab edir. Yəni, sən ki, burada düzü danışsan, Allah mələklərə əmr edir, bunun üçün bir də cəhənnəm əzabı yazın. Bir dənə haram iş gördü. Bir dənə imamın həyatı təhlükədədir. Sən deyirsən ki, o da orada dayanıb, gizlənib orada. Biri gəlir səndən soruşur ki, İmam Zaman Aleyhisselam haradadır? O da orada dayanıb, gedin öldürün. Nədir? İlahi, mən düz danışırdım da, yalan danışmadım. Dəysin, sənin düzün başı var. Bu düz imamın həyatını təhlükəyə saldı. Bu düz lazım deyil. İslam dinində başqa qardaşlarımız niyə çaşıblar, bilirsiniz? Ona görə çaşıblar ki, onlar dərk eləmirlər ki, İslamın əsl məramı nədir? İslamın əsl məramı bax budur. Allah buyurur, bugün bu suyu içmək vacibdir, mən içməliyəm. Sabah buyurur, bu suyu içmək haramdır, mən içməməliyəm. Yəni, mənim hökmüm bu su deyil ki, mənim hökmüm Allahın əmridir. Bir gün deyə bilər haramdır, bir gün deyə bilər vacibdir. Əslən kökündən götürəndə, niyə bu su halaldır, araq haramdır? Niyə narkoz halaldır, araq haramdır? Məqsəd Allahın əmridir, hadisələr deyil ki. Bu dünyada neçə dənə arvad almaq olar? Uzağı 4 dənə. 4 dənə. 4 dənə. Uzağı 4 dənə. Cənnətdə 40 dənə arvad verəcək adam. Haramdır axı 4 dənə də artıq. İş haram deyil ki, Allahın əmrinə itaat etməmək haramdır. Mən də fikirləşməməliyəm ki, bu düzdür, bu yalan. Düz yalan hamısı hesab. Allahın əmri də əsas. Biz bəzən hadisələri bir yönümdə çox aparırıq, çaşırıq. Böyük alimlərdən biri dedi. Dedi ki, biz imamların məsələsində, biraz haşiyə çıxdım, bağışlayın, öyrəşmişik, belə hesab edəyək ki, bəli, Əli əleyhissalam kəsib doğrayan kişiydi. İmam Zeynəl Abidin Əslam xəstə idi. Bir oturardı, boynunu mükərdə, dua eləyərdi Allah. Biz çaşmışıq. Həmin İmam Zeynəl Abidin Əslam Bədirdə, Uhudda, Xəndəqdə, Siffendə olsaydı, Əli əleyhissalam kimi adam öldürəcəkdi. Və həmin Əli əleyhissalam Kərbəlada olsaydı, İmam Zeynəl Abidin Əslam kimi xəstə olacaqdı. Məqsəd Allahın əmridir, hadisələr deyil, işlər deyil. Yahudilərə 6-cı gün ov eləmək haram idi. Bizə haramdır. Əgər iş özü haramdırsa, indi haram olmalıdır. Məqsəd Allahın əmridir. Hişam da o səhv eləməklə imamın həyatını təhlükəyə saldı. İnsan dilini Allahın əmrində işlətməlidir, hər yerdə yox. Adam dilini hər yerdə işlətsə, dilə gömrük qoymasa, çox şeylər bərbad olur və çox şeylər bundan bərbad olur. Fikir verin, bütün o mənəvi hərəkatların yarıda qalmasına səbəb nədir? Satqınlıq. Necə satqınlıq edir adam? Dili ilə. Sirri faş eləmək dili ilə. İnsanların ən acığı gəldiyi şəxs kimdir? Yalan danışan, qeybət eləyən, söyüş söyən, adam dilindən sancan. Bir nəfər getsin, bir nəfərin malını oğurlasın. Həmin adama daha pis təsir edir bu malı oğurlamaqdan ki, həmin adam onu məsxərə eləsin cəmaatın içində. Dil günahı çox ağır günahdır. Və İmam Sadiq Əleyhisselam buyurur ki, siz əgər dilinizi kontrol eləməsiz, gömrük qoymazsınız, Allah sizi dilinizdən rüsvay eləyər. Sən bu dilindən istədiyin qədər zarafat eləsən, dayanmadan zarafat eləsin, şit zarafatlar eləsən, elə deyirlər eləmək eləyirsən, deyirlər eləmək eləyirsən, mən bəzilərini görmüşəm. Birinə dedi ki, qardaş, bəsdir zarafatı, hədd qoy, həddə aşırsan. Dedi, neyin eldə eləsin, qoy döysünlər mən. Nə qazanırsan bundan sən? Bu oyun nə düşüb də deyib deyəcəm vəssalam. Deyərsən, bir dənə də sürağından çıxar, bir götürər bıçağı soxar böyründən qalarsan orada. Ondan sonra deyən ki, mən dedim. Nə dedin sən? Nə oldu? Xeyri nə oldu?
Bəzən biz bəzi elmin mübahisələrdə, dinin mübahisələrdə bəzi sözlər deyirik ki, onu susturaq. O tərəfdən dinə nə boyda zərbə vururuq, özümüzün xəbərimiz yoxdur. Getdim, xəlifəsinin üzünə söydüm. Nə qazandın sən? Bəlkə o istəyirdi gəlsin sənin dinivə. Dil. İmam buyurur ki, Allah insanı rüsva eləməkdirsə, dilindən rüsva eləyər. Dildən çox ehtiyatlı olmaq lazım. Hədislərdə var, Peyğəmbərimiz buyurur, Əl-həyau zinətul İslam. Həya İslamın zinətidir, bəzəyidir. Həyalı olmaq, ədəb gözləmək, ərkan gözləmək, utancaq olmaq İslamın zinətidir. Əlbəttə yeri var, indi yerini də deyərəm inşallah. İnsanın həyasını aparan nədir? Adətən insan nə ilə həyasız olar? Biri çox danışsa o nə deyirlər? Sən nə həyasız olun, nə qədər danışsınız? Biri söyüş-söyüsə avtobusda nə deyirlər? Deyirlər, bir həya söyüş-söymə qadın var, ağsaqqal var. Biri yalan danışır, yalan üstü asılır. Yalan danışır, yalan üstü asılır. Ha belə, axırda onu nə deyirlər? Deyirlər, sənin həyan yoxdur, bəs də yalan danışdı. Həyanı nə aparır? Dil. Alimlər var ki, 100 dənə günah yazıblar dil üçün. Böyük günahların əksəriyyəti bu dildən çıxır. Ayətullahul Uzma Behcətin əsas xüsusiyyətlərindən biri ki, dövrümüzün arifi kimi tanınır. Nədir? Susmaq. İndiyində Ayətullahul Uzma Behcət danışır. 80 neçə yaşı var. Danışmazdı, istixara elətdirərdi, ya belə eləyərdi, ya belə, ya da ki, belə. Yaxşıdır, pisdir, ortadır. Vəssalam, bir kəlmə danışmazdı. Salam, aleyküm əssalam, vəssalam. Sən danışmaq nəyə lazımdır artıq danışmaq? Mən dostuma deyirəm, salam aleyküm, nə edirsən qardaş, sağ ol, sən nə edirsən, sağ ol. Nə var, nə yox, sağ ol, sən nə edirsən, işin günün sağ ol. Yarım saat danış, heç söz yoxdur. Ne desən, sağ ol, qurtardı yetdi, o deyirsən, sağ ol, qurtardı yetdi. Bəzən adam, mən özüm yoxlamışam, çox danışır. Namaz qılmağa başlayır, gör ki, namaz ləzzət eləmir. Heç bir günah eləməyib, ləzzət eləmir. Bu danışmaq qəlbi qəsavətləndirir. Hədis var, çox danışan adamın qəlbinin o mənəvi haləti gedər, yox olar, məhv olar. Dil çox bəladır. Bir dənə dili qoru, gör nələr qalır adama. Səlman elində bir dəfə oturmuş, gör, səhabələr danışır. O deyir, bu deyir, o deyir, bu deyir. Səlman, sən də bir kəlmə deyir, nə deyim? Düz deyirsiniz də. O düzü siz deyirsiniz, mən niyə deməliyəm? Hasan yalan olsa deyirəm, yalan deyirsiniz, bunu deməyin. Bizim nizamimiz nə deyir? Deyir, birinci saflığı olsa da suda, çox içilən zaman dərd verir o da. Yəni, sən demə ki, mən dürlü sözlər danışıram, göhərbar sözlər danışıram, əla sözlər danışıram. Hədis deyirəm də. Bəzən halda elə hədis danışma. Niyə hədis danışırsan? Özüvə məşğul ol, nə işin var ondan? İndi yeri gələndə danış, day, axşama qədər zamanısın, beynin başına aparma ki, mən hədis danışıram. Yəni, demə ki, mən yaxşı söz danışıram. Birinci saflığı olsa da suda, su saf suda. İndiki sular saf deyil, də qabaq sular saf idi. Su saf olur, zülal olur. Çox içilən zaman dərd verir o da. Abi ki, əzan zolal xizəd, gər bişxori məlal xizəd. Orijinalı belədir də. Deyir ki, çox danışmaq bəlkə sənə asandır. Çox oldu desələr, böyük nöqsandır. Danışmaq gümüşdürsə, danışmamaq qızıldır. Bunu niyə deyirlər atalar? Susmağın nə xeyri var? Susmağın çox xeyri var. İnsan danışanda qulaq rahat eşidə bilmir. Mənəvi sözləri, mənaları, kəlamları dərk edə bilmir. İnsan ki, susur. Müəllim dərsdə danışsın, tələbə danışsın. Nə olacaq o dərs? Bazar. O danışır, bu danışır, o danışır, bu danışır. O deyir, insanın ailə qurması necə olur? Deyir, bir-birindən soruşur ki, necə oldu, ayrıldınız? Ailə ayrılmıyor. Ər-arvad ayrılırlar bir-birlərindən. Kişidən soruşur, necə oldu, ayrıldınız? Deyir, heç nə, əvvəl mən dedim, o qulaq astı. Biraz keçdi, o dedi, mən qulaq astım. Sonra ikimiz də dedik, qonşular qulaq astılar, gördü bir avrıldı, ayrıldı.
mərhum Allamə Təbai rəhmətullahi aleyhin tələbələrindən biridir. Bir ruhuna salavat göndərək. Allahümmə salli ala Muhammed ali Muhammed. Deyir, getdim Allamənin evinə. Bunu bilmirəm, danışmışam ya, yox, hər halda təkrarda xeyir var. Getdim, qapını döydüm. Qapını döyən kimi səs gəldi ki, Allamə yoxdur, gedib qəbristanlığa ziyarətə. Deyir, mən təəccüb elədim ki, bu qapını ki döydüm, ayaq səsi gəlmədi. Heç kəsi duymadım, hiss eləmədim kimsə qapının arxasında olsun. Bu səs hardan gəldi? Yenə döydüm qapını. Dedim ki, getdi də qəbristanlığa. Çıxdım, gəldim, fikir qəbristanlığa, gördüm, Allamə biz o tərəfə gedir, məni görmür. Yaxınlaşmaq istədim, elə biraz qalmışdım, məni görüb eləmir ha. Döndü, dedi, filan kəs. Dünya doludur bu səslərlə. Qulaq lazımdır eşitsin. Adam sussa, qulaq yaxşı eşidər. Quran buyurur ki, لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِنْ لَتَرَبُنَّ الْجَحِمِ Əgər sizə yəqin elmi verilseydi, bilsəydiniz yəqin elmini, cəhənnəm görərdiniz. Demir, görəcəksiniz, görərdiniz indi. Cəhənnəmin gürültüsünü eşidərdiniz. Niyə eşitmir? Adam özü danışır axı. Bəzən görsən dil danışmır, beyin danışır. Fikir ancaq həsr olub fiziki aləmə, yüksək aləmə, mənəvi aləmə diqqət yoxdur. Münhəsir olub, məhbus olub fiziki aləmdə. Bəzi mərifət elmlərin ki, biz dərk edə bilmirik. Niyə dərk edə bilmirik? Mənim də beynim həmin o Arifin beynindəndir də. Onun beyni qəlblə kontakta girib, qəlbdə təmizdir. Mənim beynim isə qəlblə kontakta girib, qəlb ləkəlidir. Dərk edə bilmir, qavraya bilmir o mənaları. Hədis var ki, buyurur ki, Salman öz bildiklərini Əbuzərə desəydi, Əbuzər onu öldürərdi. Sən dindən çıxmısan. Nələr bilirdi Salman? Əbuzər kimi adam ki, Peyğəmbər buyurdu, göy kölgə salmayıb, yer özlərində gəzdirməyib Əbuzər kimi doğru danışan adamı, doğrunu. O boyda adamı deyir ki, Salmana hələ çatmayıb. Bəzi şeylər var ki, böyüyürsən verirlər, elə belə vermirlər. Biz ki, istəyirik güya məsələndə öz xülyalarımızda İmam Zaman Aleyhisselam görmək istəyirik güya. Yalandan da görmək istəmirik. Görmək istəyirik İmam Zaman Aleyhisselam gəlmək şeydir başımız tumarasında. Sən nə yaxşı oğlansan? Hə? Buna görə gəlmir. İmam Zaman gəldi, haqqı hesab edəcək. Doğrudan şişəyəmsən. Hə? Başda, son, zəkat, namaz, oruç. Bu etapı keçdin, hə, damğanı vurdum. Sən yaxşı oğlansan. Bundan sonra günahları bağışlayalım. Niyə görə bilmirik? Nə üçün elə şeylər dərk edə bilmirik? Gözləmək lazım deyil ki, belə olasan, oranı görəsən. 3-cü mərtəbədə duran adam 9-cu mərtəbəni üfüqi şəkildə görə bilməz. Niyə? Çünki gərək qalxsın 9-cu mərtəbəyə, baxsın görsün ha, orada dəhlizdə nələr baş verir. Aşağıdan yuxarını görmək olmaz. Gərək böyüyəsən görəsən. Çox danışan adam çox günah eləyər. Çox günah eləyən adam görə bilməz elə şeyləri. Duya bilməz, dərk edə bilməz. Dilin günahları nə qədərdir? Allah Teala hər birindən rüsva eləyə bilər adamı. Yalan. Böyük günahdır ya yox. Bir dənə bu dili bağlasan, yalandan xilas olursan. Bəs yalanda fikrin yoxdur ya, düz danışım, yalan danışım. Bir dənə deyirsən ki, mən susuram. Nə deyirlər ona cavab verirəm, vəssalam. Başqa heç söz yox. Yalan olmayacaq. Böhtan olmayacaq. Bəzi böhtanlar var, adamdan qeyri-ixtiyarı 3 nəfər danışır, bir nəfərini alacaq. Danışırlar, sən görürsən ki, qızışıb söhbət. Nəsə ona qarşı nifrət çoxalıb. Bir dənə də sən ondan iş görmürsən, heç günah da öyle. Məsələn, dünənləri, məsələn, barın yanına keçdi. Tanıyıram onu, dünən gördüm, bardan çıxırdı o. Düzəltdi, dedi. Məclis ləzzət edir axı, qoy mən də bir dənə söz deyin. Həqiqi olur belə şeylər. Nədən yaranır? Özü günah eləmək istəmir. Dili xodduyub bıraxıb. Dil danışır özü üçün. Yarım saat bir saat danışır ancaq. Sussun olmayacaq. Böhtan 2. Sancmaq. Öz möminlərimiz, öz aramızda əksər küsməklərimizdə nələr gəlir? Ağzımdan bir söz çıxdı, onu incitdim. Çıxmasın da ağzından söz. Saxla, sus,
Danışma, o söz də ağzından çıxmasın. Ara vurmaq. Heç fikri yoxdur ara vurmağa. Görsən, bəlkə də xeyrinə danışmaq istəyir. Amma fikirləşmir, danışır. Loğman əleyhi rəhmə dedi ki, ağıllı əvvəl fikirləşər, sonra danışar. Ağıllı əvvəl deyər, nə danışım görəsən, sonra danışar. Axmaq isə əvvəl danışır, sonra fikirləşir, niyə danışdım mən bunu? Fikirləşmədən danışır, birdən görsən aranı vurdu. Yaltaqlıq, ən mənfur xasiyyət ki, hopub bizim millətin bu saat damarlarına xərsən kimi yeriyib yaltaqlıq zibili. Nədən çıxır? Dildən. Səhv fətva vermək nədən çıxır? Dildən. Bir dənə qızı bədbəxt elib evində saxlamaq nədən çıxır? Dildən. Bir nəfər alim nümanı, yalancı alimi yalandan dağ başına qoymaq nədən çıxır? Dildən. Bəzi insanların qəlbində bir dənə sözlə bir dənə prinsip yaratmaq olur. Necə? Məsələn bizim Vahabi qardaşlarımızın arasında dəb düşüb. Qamət kəllədir. Bir dənə belə dəb düşüb. Hansını dindirirsən? Qamət kəllədir. Kimsə deyib bu sözü. Hopdu, qalxdı göylərə. Bir dənə sözlə, bir dənə prinsip yaradıb cəmaatın qəlbində. Məsələn, görürsən ki, birinin haqqında, bir dənə mollanın haqqında, necə adamdır? Vəssalam, heç zət demir. O deyəcək o birisinə, o deyəcək o birisinə, çıxdı. Sabah o molla səhvdə fətva versə, o deyəndir. Çünki o böyük adamdır. Şəxsiyyətə pərəstişi nə yaradır? Dil. Dini nə təhrif eləyir? Dil. Xəlqə ağzın sircinə hərdəm qılır izhar, söz. Bu nəsirdir kim olur, hər ləhdə yoxdan var söz. Artıran söz qədrini, sidqi ilə qədrini artırar. Kim sözün doğruluqla qədrini artırsa, öz qədrini artırar. Kim nə miqdarı olsa, əhlin eylər o miqdarı söz. Bu söz nə dərəcədə olsa, adamın özü də o dərəcədə olar. Allah Teala bir nəfər rüsva eləməksə, dili ilə rüsva elər. Dildən ehtiyatlı olmaq lazımdır. Loğman deyir, bir nəfərin evində nökər işləyirdi. Ağa günlərin bir gün dedi ki, get, bir dənə qoyun kəs, o qoyunun ən şirin üzvün gətir mənə. Loğman da getdi, qoyunu kəsdi, dilini kəsdi, gətirdi, verdi ağaya. Dedi, yaxşı, get, bir dənə də qoyun kəs, ən acı üzvünü gətir mənə. Loğman getdi, bir dənə qoyun kəsdi, dilini kəsdi, gətirdi. Ağa dedi, nə oldu bu? İkisi də eyni şey dedi. Bəli, bu dil əgər düz istiqamətlənsə ən şirin şeydir. Səhv istiqamətlənsə, əqrəb olsa ən acı şeydir. Bu dildir də. Və bir şeyi yadımızda mütləq saxlamalıyıq. Atalarımızın sözü var. Söz nə qədər ki ağızdadır, mənimdir. Ağzımdan çıxdı mən onunla. Nə qədər ki ağzındadır, mənim qulumdur. Ağzından çıxdı mən onun quluyam. Məsuliyyətimi mən daşıyıram. Bəzən biz fikirləşmədən bir dənə xırda söz deyirik. O xırda söz neçə nəfərin ürəyində bir dənə əqidə yaradır. Xəstəlik yaradır. Allah yer verir eləsin İbn Teymiyyəni. Bir dənə söz dedi, çıxdı getdi. Bu boyda İslamın içinə bir dənə xərçəng salıb. Vahabi xərçəng. Nəyinə elədi onu? Tüfəng tutmamışdı başlarına ki buna vahabi olun. Necə elədi? Sözlə, dillə. Hər sözün məsuliyyəti sənsən. Məsuliyyət daşıyanı sənsən. Məsulü sənsən. Hər bir sözdə. Bir insanı qaldıra bilər ərş-i əlaya. Amma bir məlun da bir dəfə dillənmədi. Bütöv bugünkü ixtilafların hamısını kökün qoydu. Səbəblərindən biri bu oldu. İslamın qəhrəmanlarından biri idi. İranı fəth edən səhabə. Səd ibn Əbi Vəqqas. Bildiniz də hansı Səd? Ömər ibn Sədin dədəsi. Gəldi deyək ki, Səd, Qədirxumda Peyğəmbər nə dedi Əli haqqında? Səd dayandı. Hissat demədi. O hissat deməməyi nə deməkdir? Quran buyurur, o adamlar ki, şəhadəti, şahidliyi gizlədirlər, onların qəlbi günahkardır, nəinki bədəni. Onların ruhu günahkardır. Bir də o deməməklə İslam'a nə boyda zərbə vurdu? Sözün olub olmağın budur ya. İnsan sözünü yerində işlətməsə, ona bənzəyir ki, insan
Yeri gəlib danışmır. İkisi də eynidir. Yeri gəldi demədin, elə bir ki, yersiz danışdı. Fərqi yoxdur. Bunlar ikisi də eynidir. Bəzi insanların bəzi sözləri bütöv İslamın bədbəxtliyinə səbəb olub. Şüreyh-i Qazi Allah ona lənət eləsin. Nə dedi? Söz dedi. Dedi ki, Hüseyin məhduruddəm. Hüseynin qanı halaldır. Mən belə fətva verir. Bəlkə də onun fətvası olmasaydı Kərbəla əsas baş verməyəcəkdi. Həzrəti Zeynəb salamlayhanın Şamdakı müsibətləri nədən irəli gəlirdi? Sözdən irəli gəlirdi də. İncidirdilər sözdən, söz deyirdilər. Və bu söz çox danışan, günahkar söz danışan adamlar İmam Hüseynin sözünü dinləmirdilər Kərbalada. Vallahi Fazıl Mərəndi deyir ki, 6 dəfə ya 7 dəfə İmam Hüseyin Əsələm buyurdu ki, qulaq asın, qulaq asın, qulaq asın, qulaq asın, qulaq asın, 6-7 dəfə eyni söz təşkil edirdi. Onlar o ərəb qışqırtısı var, əllərində ağzından çırpasır qışqırır. Qışqırırlar ki, İmam Hüseyin səsini eşitməsinlər. Söz dünyada, dil dünyada çox oyunlar oynayır. Dil gərək insanın ağlına tabi olsun ki, düz istiqamətlənsin. Dil ağla tabi olmasa, elə bil ki, bir dənə dəliyə qılınc vermirsən, salımsan günahsız cəmaatın içində. Doğruyur, keçir. Dil belədir. Bizim atalarımız saqqal tərpədib söz deyiblər. Ho-ho var, dağa qaldırar. Ho-ho var, dağdan endirər. Əmr biməruf nə ilə olur? Dillə. Nəhyən münkər nə ilə olur? Dinlə. İslam ki, Risalədə var, İslam insanı kafirin nəcasətini təmizləyən amillərdən biridir. Nədir o İslam? Əşhədə la ilahə illallah və əşhədə ənə Muhammedən abduhu və rəsuluh. Allahümmə salli alə Muhammed. Bu iki kəlməni ki dedin, ürəyində kafir də olsun, zahirdə müsəlmansın. Müsəlmanların içində yaşaya bilərsən, qız verib qız ala bilərsən, ticarət edə bilərsən, qəbristanlıqda dəfn ola bilərsən, müsəlman qəbristanlığında. Nə ilədir? Bu dillə. Əqidə oğruları bizim əqidəmizi nə ilə oğurlayırlar? Dillə. İki nəfər ki elmin mübahisə eləyir, biri orada bir dənə ləzzətli, amma axmaq söz deyir, mübahisəni darmadağın edir. Nə eləyir bunu? Dillə. Sözlə. Qur'an-ı Kərim nədir? Söz. Dil çox rol oynayır, müsbət də mənfi də. Əgər müsbət olsa, insanı qaldırar mənəviyyatın yüksəkliklərinə. Əgər mənfi olsa, insanı endirər alçaqlığın ən aşağı səviyyəsinə. İmam Sadiq əleyhissalam buyurdu, İn əradəllah bi abdin xizyən, Allah bir bəndəni rüsva eləmək istəsə, ədra fədihətəhu alə lisanih. Onun dili ilə rüsva eləyər onu. Allah Teala bizi dil rüsvayçılığından və bütün rüsvayçılıqlardan xilas eləsin inşallah. Allah Teala bizi dilin yox, dili bizim ağlımızın ixtiyarında qərar versin. Allah bizə dindar olmaq qeyrəti kəramət eləsin. Allah Teala dövrümüzün imamın tezlikdən yetirsin bizə. Allah Teala bizim günahlarımıza görə imamın zuhurun gecikdirməsin. Allah Teala bizim günahlarımızı bağışlasın və imamın zuhurun tezləşdirsin. Salavat Muhammed Ali Muhammed. Allahümmə salli ala